Bakıda əri tərəfindən amansızlıqla qətlə yetirilən Nərminə Bədəlovanın kimliyi ilə bağlı yeni məlumatlar əldə olunub. Bölgə TV xəbər verir ki, Nərminə Bədəlova bir müddət Şuşa şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb, daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində də eyni vəzifəni tutub. İcma ləğv edildikdən sonra Qarabağa Dönüş İctimai Birliyinin baş mühasibi kimi fəaliyyət göstərib. Nərminə Bədəlova əslən Şuşalıdır. Tanıyanlar onu çox mədəni, işgüzar, işində məsuliyyətli və mehriban insan kimi xarakterizə edirlər. O qadın belə bir ölmə layiq deyildi. Özümüzə gələ bilmirik. Nərminə Bədəlovanın həyat yoldaşı Yaşar Bədəlov uzun illər Rusiyada işləyib, bir neçə il əvvəl Azərbaycana qayıdıb. Burada şirkətlərdən birində mühafizəçi işləyirmiş. Hadisənin motivinə gəlincə, iddialara görə Yaşar Bədəlov yaşadıkları mənzili qardaşına bağışlamaq istəyirmiş. Nərminə Bədəlova isə bununla razı deyilmiş. Bir müddət əvvəl boşanan cütlüyün arasında sonuncu mübahisə də bunun üstündə olub. Qeyd edək ki, hadisə noyabrın 10-da paytaxtın Binəqədi rayonunda Biləcəri qəsəbəsində baş verib. 1956-cı il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı 1965-ci il anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirib. O daha sonra özünü asaraq intihar edib. Rəna Rövşənqızı, BTV.